31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir. Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində xoş əhval-ruhiyyədə keçməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün təhlükəsizlik tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Polis əməkdaşları istər paytaxt Bakıda, istərsə də ayrı-ayrı şəhər və rayonlarımızda, insanların sıx toplaşdığı məkanlarda, avtomobil yollarında asayişi ən yüksək səviyyədə təmin etmək, arzu olunmaz hadisələrin qarşısını almaq naminə gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Siz də öz məsuliyyətiniz, nümunəvi davranışınızla bizə dəstək ola, hamılıqla qaydalara əməl etməklə bayram sevincini daha da möhkəmləndirə bilərsiniz. Polisin qanuni tələbini sizi risklərdən sığortalayan qabaqlayıcı tədbir, qanunvericiliyin göstərişlərini isə həyat və sağlamlığınızı qoruyan davranış qaydası kimi qəbul etməlisiniz. İctimai yerlərdə nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək əsas xahiş və tələbimizdir. Bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, günlərinizin sevinç, ümid və xoş xatirələrlə yadda qalmasını arzu edirik. Bayramınız təhlükəsiz olsun.